Əhzab surəsi, ayə 36. Allah və onun Peyğəmbəri bir işə hökm etdiyi zaman mömin kişi və mömin qadının o işdə seçmə hüququ yoxdur. Allah Rəsulu fərman verdi. Birinci əmri Öməri Üsamənin ordusuna göndərməsidir. Ömər də onun əmrinə qarşı çıxdı. İkinci əmri ondan və onunla bir yerdə olan dəstədən vəsiyyət yazmaq üçün kağız qələm tələb etməsidir ki, ondan sonra heç zaman zəlalətə düşməsinlər. Ömər nə etdi? Allah Rəsulunun əmrini yerinə yetirdimi? Əsla. Əksinə, Allah Rəsulunun əmrinin müqabilində yeni təklif və seçim irəli sürdü. Mübarək Quran ayəsi isə belə buyurur. Kim Allaha və onun Peyğəmbərinə qarşı çıxarsa, şübhəsiz ki, o, açıq-aydın bir zəlalətə düşmüş olar. Deməli, artıq Ömər açıq-aşkar azğınlığa düşdü. Bu sözü deyən mənəm? Əsla. Adəti üzrə mənim buna heç bir aidiyyətim yoxdur. Bu, Allahın kitabıdır. Bunlar isə onun kitablarıdır. Keçən cümə axşamında ümumi şəkildə və təfsilatı ilə Gizli Həqiqətlər silsiləsində bu barədə danışmışam. Buna görə də uzun-uzadı vaxtınızı almağa ehtiyac yoxdur. Gəlin rəvayəti tamamlayaq. Evdə olanlar fikir ayrılığına düşdülər və mübahisə etdilər. Onlardan bəziləri, gətirin Allah Rəsulu sizin üçün vəsiyyət yazsın ki, ondan sonra zəlalətə düşməyəsiz, dedi. Bəziləri isə Ömərin dediyini. Elə ki onlar Allah Rəsulunun huzurunda səsküy və ixtilafı çoxaltdılar, o belə buyurdu. Qalxın yanımdan. Ubeydullah deyir, İbn Abbas belə deyirdi. Əsl müsibət və ən böyük müsibət Allah Rəsulu ilə onlar arasında həmin o yazını yazmaq istədiyi zaman səsküyə və ixtilafa səbəb olan maniyə oldu. Allah Rəsulu onları öz evindən qovdu. Allah Rəsulu tərəfindən qovulan ilk şəxs Ömər oldu. Çünki səsküy və ixtilafın səbəbi o idi. Deməli, Ömər Allah Rəsulunun evindən qovduğu kəsdi. Onu ömrünün son günlərində qovdu. Əgər onu qovubsa, o zaman ona yanında dəfn edilməsini necə izin vermiş olur? Lakin Allah Rəsulunun sallallahu aleyhi və aleyh Öməri qovmağa haqqı varmı? Sənə cavab Allahın kitabındadır. Ənam surəsi, ayə 52. Allah Teala belə buyurur. Rəblərinin razılığını qazanmaq və ona yaxınlaşmaq istəyərək səhər axşam onu çağıranları öz yanından qovma. Allahu Ekber. Deməli, Allah Rəsulu sallallahu aleyhi və aleyh Rəblərinin razılığını qazanmaq və ona yaxınlaşmaq istəyərək səhər axşam onu çağıran kəsləri qovmur. Deməli, o kəslər ki, Allah Rəsulu onları qovmuş və hansı ki, onların birincisi Ömər olmuşdur, nə Rəblərinin razılığını qazanmış, nə də ona yaxınlaşmaq məqsədi ilə səhər axşam onu çağırmışlar. Digər bir ayə. Şuara surəsi, ayə 114. Və mən əsla möminləri qovan deyiləm. Deməli, Allah Rəsulu sallallahu aleyhi və aleyh möminləri qovmur. Əgər Ömər möminlərdən və Allahın razılığını qazanmaq üçün ona yaxınlaşmaq istəyən və səhər axşam onu çağıranlardan olsaydı, Allah Rəsulu onları evindən qovmazdı. Çünki əgər Ömər möminlərdən idisə, sonra Allah Rəsulu onu qovmuşsa, bu Allah Rəsulunun cəzası olardı. Haşa, gəlin mənimlə birlikdə baxaq. Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan. Sən indi bu seçimlər qarşısındasan. Odur ki, sənə münasib olanı seç. Ya Ömər möminlərdən deyildi və buna görə də Allah Rəsulu onu qovdu. Ya da ki, möminlərdəndir, buna baxmayaraq Allah Rəsulu onu qovdu və bu səbəbdən də Allah Rəsulu zalımlardan olmuş olur. Bu sözlərdən Allah'a sığınıram. Hansını seçirsən?